Deməli, hal-hazırda, yəni məni narahat edən məsələlərdən də biri odur ki, yəni Azərbaycanda uzun müddət narkomaniyadan istifadə edən insanlar vardı. Yəni bunların çoxu sağaldı. Yəni o proses vardı da dib yaşamı. Onlar keçdilər. İndi gənclər yetişir. Bu gənclərin valideynlərindən də işləmək çox çətindir. Yəni öz başlarına qərar verirlər, özləri fikirləşdiyi, yəni onların elədiyi, düzgün atmadığı addımlar, yanaşmalar övladlarının ölümün daha da yaxınlaşdırır. Yəni mən bunların çox vaxt valideynlə danışanda deyirəm ki, sən öz övladını tez bir zamanda ölümə aparan sponsorusan. Yəni yersiz pullar xərcləyirsən, yersiz işlərlə məşğulsan, sən övladına inanırsan. Əgər bu adam narkomaniyadan əziyyət çəkirsə, asılılıqdan əziyyət çəkirsə, sənin hələ ki ona heç bir köməyin dəyənməz. Sən özün fikirləşsən ki, gör sən buna maşın alsan bu düzələcək, bunu hansısa bir ölkəyə aparsan, bunun kuruğunu dəyişsən düzələcək, nə bilim bir neçə dənə sistem alacam, qoşacam bunu düzələcək və başlayırsan sən övladına inanmağa. Və bu inam da, yəni yersiz inam, gəlir çıxır reabilitasiya mərkəzinə. Reabilitasiya prosesində də 1 ay, 2 ay, 3 aydan sonra valideyn qalırıq biz qıraqda, ancaq övladına inanır və bunu bizə inanmırlar, tez bir zamanda bunları çıxardırlar və sonunda nə ilə nəticələri də bu yaxınlarda elə bir qardaşımız vardı. Valideyn bizim sözümüzə qulaq asmadı. Biz nələr dedik, əmələ gəlmədi. Valideyn öz başına qərar verdi, uşaq da rəhm edəcək.